Aysel xanım, elə bax, sizlə danışırdıq, maraqlı olan mənə məqamlar var idi, gəldik, çatdıq o məqamlı yerinə, ürəyim gedir də belə. Mən indi Aysel xanımla tək oturam, görün nələr danışıram. Aysel xanım, bax, bugün bu xəbər saytlarına özü müğənnilərim elə var ki, materialları atırlar ki, bəs bunu paylaşın, mən istəyirəm ki, yeni bir ifamdır deyək, bunu paylaşın və ya mən bir söz məsələn gedəcəm, o efirdə bunu danışacağım, bunu. Elə bir xəbər olubmu ki, bugün sizə deyiblər bunu paylaş, amma siz demişsiniz ki, paylaşa bilmərəm. Amma müəyyən qədər bir miqdar da sizə təklif eləyiblər. Mən sizə bir şey deyim, əvvəllər mən heç vaxt incələməzdim, xəbərlərə baxardım, deyərdim ki, hər kəsə bir dəstək yönümümüz olsun, amma bu günləri mən doğrudan da seçib paylaşıram. Çünki müəyyən bir zaman var ki, o zamana gəlib çatmaq üçün biz də çox çabalamışıq. Bugün böyük məbləğlər belə təklif ediblər, amma mən elə xəbər olub ki, mən onu verməmişəm. Çünki mən həm səhifəmi qorumaya almışam, həm də adımdan qorxmuşam ki, mən onu verərəm, görəsən mənə nə deyərlər. Ona görə mən verməmişəm, nə yalan deyim. Yəni, bir xəbər əslində sizə də toxuna bilər, sizin bir jurnalist olaraq sizə xərər gətirə bilər. Aysel xanım, burada söhbət tək məndən getmir. Qarşı tərəfə atmacalı, belə müharibəli bir paylaşım idi deyə düşündüm ki, mən kiməsə görə niyə pis olmalıyam ki? Qoy başqa bir yer paylaşsın, başqa bir yer sözünü deyə biləcəyim. Mən biraz sakit gedirəm deyə. Hər adama da sözümü deyə bilmirəm. Sonradan fikirləşirəm ki, əslində bürclərə daha çox inan var, amma mən illərə daha çox inanıram. Mən qoyun ilindənəm. Sözü demək istəyirəm, qalır demirəm, sonra zaman gəlir, çatır, çox peşman oluram. Deyirəm ki, gərək zamanında deyərdim. Ona görə fikirləşirəm ki, kiminsə qalmaqalına qoşulub, müəyyən bir qanarar alıb, özümü pis etməkdənsə, qoy elə kənarda dayanım, geçsin başqa yerdə versin. Bəli, olub. Yəni, mənə maraqlıdır sadəcə olaraq. Yəni, təxmini belə yuvarlaq deyil. Ən çox nə qədər təklif ediblər bir xəbər üçün? O xəbərin işıq üzrə çıxması üçün nə qədər deyiblər? Baxın, yəni normalda bizim standart qiymətlərimiz var. Yox dediyimiz zaman qiyməti qaldırırlar ki, məsələn bunu ver. Mən indi qiyməti deyə bilmərəm, amma yox deyib də məni razı salmaq üçün müəyyən bir məbləği yenidən təklif ediblər, amma mən yenə də yox demişəm. Yəni, haradasa bir rahat yəqin ki, bir 3-5 təklif edirlər. Yox, var, baxır. Deyirəm də mən bilirəm də bu ifaçıların canında nələr var. Bir xəbəri PR eləmək üçün. Əslində, sıradan bir, belə deyək də, sıradan desəm biraz xətirlərinə dəymiş olar, amma bir o qədər də tanınmayan müğənni deyildi deyə, mən onun üstündə, belə necə deyim, üzdən keçərdim bəlkə də, amma çox tanınmış idi. Deyim ki, lap belə ucalardan deyildi, amma tanınan bir simaydı. Amma mən onu qəbullana bilmədim. Yəni, o qarşı tərəfə də müəyyən bir tanıtımı var idi o xanımın da. Fikirləşdim ki, mən hər ikisindən olmuş olacam. Mən o məbləği alacam, xərcləyəcəm, amma hər ikisindən olmuş olacam. İndi o xəbər hal-hazırda PR oldu, bəs? Başqa səhifələr, bəli, verdilər. Yəni, onlar üçün maraqlı deyil. Mən amma hər zaman fikirləşmişəm ki, hamı ilə dost olmaq lazımdır. Çünki zamanda lazımı gəlir hər kəsə ki... Sizi ona görə bax, bu qədər çox sevirlər. Elə jurnalistlər var ki, ifaçə deyəndə deyir, vay deyir. Ümumiyyətlə, ondan efirə çıxmaq istəmirəm. Bax, elə bu mövzuda efirə çıxmaq istəmirəm deməyim yaxşı oldu. İndi də palını alıb, efirə dəvət edirsən. Birinci deyir, o efirdə kimlər olacaq qonaqlar? Mənə onların siyasına... Bu kimdir? Bəli, heç bunu... Burada xalq artisti də qonağımız olub, əməkdar artist. And ola Allahımıza bir dəfə deməyib ki, o efirdə, onsuz da biz bilirik. Biz bilirik ki, burada əgər bu şəxs varsa, indi o şəxsin yanında təbii ki, ona uyğun insanlarla, necə ki, bir qonaq çağırırsan evdə, çalışırsan ki, ondan digər yaxın olan bir insanlar çağırırsan, söhbət etdikdə ən azından biri-birindən xəbər olsun. Mən necə bu boyda sənətkarın yanına çaydan oxuyan və yaxud nə bilim, başqa digərini çağırım da, indi ifasını deyəcəkdim, yadıma düşdü ki, qonağım olub, ayıbdır. Yəni, bu cür adamlarla da onları çıxartmaq düzgün deyil. Sabah sən çaydan sözünə görə sabah sən sosial şəbəkələrdə... Artıq demək olar xəbər hazırdır. Ya, valla mən bir dəfə sizin efirdə də dedim, bir dəfə də mağazin verilişlərin birində demişdim ki, 50 yaşından sonra onsuz da hamımız evdəyik. Burada fərq eləmir, istəyir operatorundan tutmuş, istəyir aparıcısından tutmuş. 50 yaşından sonra hamı evdədir, onsuz da, yəni 50 yaşından sonra sən nə qızıl daxırda alasan, dəxli yoxdur, yəni fərq eləmir. Yeni nəsil gəlir, cavan nəsil gəlir deyə. Ona görə, yəni, sən artıq fərq eləmir. İndi sən cavansan, yaşlısan, fərq eləmir. Burada əyləşən kim varsa, istəyir xalq artisti, istəyir əməkdar artist, istəyir nə bilim, hər kim olur olsun. Hamımız insanıq. 50 yaşından sonra hamımız evdəyik. Sabah üz-üzə gələndə heç olsa utanmayaq ki, mən Alim Mirzəyevlə çağırıram, mən Alim Mirzəyevlə efirə çıxmam. Mən neçə dəfələr olub da deyiblər, məni bütün kanallar Allah aşkına bilirsiniz, dəvət eləyirlər, sağ olsunlar, var olsunlar. Mən heç bir vaxt deməmişəm. Olub, bir dəfə olub, bir kanaldan birində adını çəkməyəcəm. Olub,
oxuyanla konfliktim olub. Bəli. Demişəm ki, hə, onunla mən dəvət eləmədən, yəni Ya o mən başqa də bir heç məsələ. sakit Bəli, adam o... deyiləm, o da sakit adam deyil. Yəni bizim sözümüz çəpləşə bilər. Aha. O başqa şeydir. Ha bir də var ki, o mənə məxsus oxumur, onun oxunuşu fərqlidir. Mən onunla bir efirdə nə oxuyacağam? Nə fərqi var? Hamımız Azərbaycan mahnıları oxuyuruq da. Burada benim qeyri-adi nə var ki? Allah sizdən razı olsun. Əslində Nə gözəl Aysel xanım, danışırsınız. mən qeyd edim ki, siz bizi dəvət edirsinizsə, biz aparıcıya və onun komandasına dəyər verib gəlməliyik. Bəli. Burada kimdir qonaq, onun bizə heç bir aidiyyatı yoxdur. Məsələn, siz məni dəvət edəndə mən soruşmadım kim var, necədir, nə cürdür. Mən qeyd etdim ki, tamam gələcəm. Çünki elə şeylər var ki, biz evə kiminsə evinə qonaq gedəndə biz kiminsə bilib gedirik. Onun evində olanlardan bizə nə? Biz o adamı sahib qapısına Sağ ol, gedirik. var ol. Allah Ona görə də qələminizə qüvvət versin. Nə Hə, gözəl yəni biz- danışırsınız. Çox Aysel xanım. gözəl. Bax, Əlbəttə. Nə bax elə Aras bəy, sizlə bu mövzu